الله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه الآتون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد بسم الله الرحمن الرحيم اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين اللهم صل على Muhammed və ali Muhammed. Möhtərəm əziz möminlər, xanım Xədicə salamullahi aleyhanın vəfat gecəsinə yığışmışıq. Allah bu qadının, bu xanımın, bu əzəmətli xanımın qədrini bilməyi bizlərə qismət eləsin. Həqiqətən vicdandır xanım Xədicə salamullahi aleyha bizim üçün, çünki onun elədikləri heç nə ilə ölçülə bilməz. Sözün həqiqi mənasında, insafən, vicdanən qəlbimiz sarsıdır onun elədiklərini müşahidə elədikdə. 14 məsumun anaları Allah Taala'nın yaratdığı ən uca və ən fəzilətli qadınlardandılar. Həmçinin bu qadınların bətinləri də ən fəzilətli bətinlərdən hesab olunur ki, çünki məsum daşıyır o bətin. Zahirən budur ki, onların hamısı ki, buna dəlillərimiz var, hamısı öz həyat yoldaşlarına çatana qədər bakirə olublar. Həmçinin haqqında ixtilaf edilən xanım Xədicə salamullahi aleyha da bu qəbildəndir. Xanım Xədicə salamullahi aleyhanın nəsəbi, baxaq bir dənə nəsəbi nə demək? Xədicə binti Xuveylid, İbn Əsəd, İbn Əbdül Uzza, İbn Qusey, İbn Kilab, İbn Kəb, İbn Duay, İbn Qalib, İbn Fehr. Ki bu silsiləyə əsasən xanım Xədicə salamullahi aleyhanın nəsəbi Peyğəmbərimizlə böyük babası olan Quseydə birləşir. Yəni gəlir düşür Peyğəmbərin qohumu da belə nəsəblə götürsün, belə dədə-baba dili ilə götürsün, Peyğəmbərə əmoğlu düşür. Ki özü də müraciətlərdə neçə dəfə Peyğəmbərə əmoğlu deyə müraciət edib. İnşallah dəyərli əzizlər, bugünkü söhbətimizdə xanım Xədicə salamullahi aleyhanın Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı olan davranış xüsusiyyətləri barədə danışacaq. Nə demək istəyirəm? Biz bir dəfə xanım Xədicə salamullahi aleyha haqqında danışdıq. Orada xanım Xədicənin evlənəndə yaşının 40 yox, 25 və ya 28 olduğuna toxunmuşuq. Sonra Peyğəmbərdən qabaq evli olmadığına toxunmuşuq. Sonra 2 dənə qızının, Peyğəmbərin qızı, yəni xanım Xədicənin Peyğəmbərdən olan qızı yox, heç ümumiyyətlə xanım Xədicənin qızı deyil, bacısının qızlarıdır. Buna toxunmuşduq, düzdür. Qalan elə biləm ki, əsas bu mətləbləri toxunmuşduq və xanım Xədicə salamullahi aleyha fəqət bir qızı oldu. O da xanım Zəhra salamullahi aleyha. Buna toxunmuşduq. İndi mən də bunlara təkrar toxunmuruq. Keçirik bugünkü söhbətimiz xanım Xədicə salamullahi aleyhanın xüsusiyyətləri, Peyğəmbərə nisbət xüsusiyyətləri, davranışları barədə baxaq, öyrənək. Əlbəttə elə bildiklərimizdir, amma da o hissələri keçən dəfə danışmışıq deyənə bu dəfə onun əxlaqi səciyyəvi xüsusiyyətləri haqqında danışacağıq. Bir dənə salavat deyək Peyğəmbərə. Allahümmə salli alə Muhamməd xanım Xədicə salamullahi aleyhanın Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı ilk xüsusiyyəti nədir? O aldadıcı cazibələrin müqabilində Peyğəmbərin həqiqi kəmalını görməsi idi. Balaca şey deyir, imkan içində, var, dövlət, pul içində olan bir insan belə şeylərə önəm vermir. Peyğəmbər sallallahu aleyhi və səlləmdə olan o kamillikləri görür.
insani kamilliklərin mənasını gözəl şəkildə tanıdığı üçün bu xüsusiyyətləri yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmin vücudunda tapır. Onun əsas ən özəl xüsusiyyətidir. Həmçinin bu kamilliyi əldə eləmək yolunda bütün şəxsiyyətini və mal dövlətini fəda eləməyə hazır olur. Dəyərli əzizlər, qəşəng qulaq asın inşallah. Bu yolda həm sərvətindən keçir, dəyərli əzizlər, həm də ictimai mövqeyindən. Baxız, ictimai mövqeyi var idi. Tanınmış bir şəxs, Bətha kraliçası. Təsəvvür edin, bu yolda bütün cahiliyyət qəliblərini sındırıb. Cahiliyyətin ağır qəlibləri var idi. İnanın siz, əgər siz deyirsiniz ki, burada nə var? Amma o dövrdə bir dəm yaşasaydınız, bilərdiniz ki, cahiliyyətin necə ağır metodika, adət, ənənələri var idi. Onları sındırıb. Peyğəmbərlə evləndiyinə görə ona böyük tənələr vurdular. Görün necə ağır qaydalar var imiş, adət, ənənələr var imiş ki, varlı bir insanın, kasıb insanla evlənməsi necə şiddətli şəkildə qınanırdı o dövrdə. Şiddətli deyirəm ha sizə, şiddətli formada. Lakin o cahiliyyətin adətlərini sındırır və bunun bədəli olacağını da bilirdi. Bilirdi ki, bunun bir bədəli olacaq, onun başını oynatacaqlar. Bilirdi Məkkə əyanları və qadınları onu ilə əlaqələrini kəsəcəklər. Onun sonuncu dünyaya gələn övladı xanım Fatimə Zəhra salamullahi əleyhadır. O günə qədər qadınlar onun əlaqələrini kəsdilər və onu ilə o hətta uşağı dünyaya gətirməyə belə gəlib kömək eləmədilər. Həzrəti Zəhra salamullahi əleyha dünyaya gələnə qədər qadınlar onunla əlaqə qurmadı. Xanım Xədicə salamullahi əleyha Peyğəmbər sallallahu aleyhi və səlləmlə evlənmək istəyəndə belə bir dənə söz demişdi Peyğəmbərə. Demişdi, ey əmoğlu, aramızdakı qohumluğa, qövmün içindəki uca məqamıva, əmanətdarlığıva, gözəl əxlaqıva və doğru danışmağıma görə sənə meyl etdim, sənə aşiq oldum. Yəni sənin maddi cəhət və nə bilim falan belə şeylər yox. Səndə olan kamilliklərə, o gözəlliklərə görə mən sənə meyl etdim və səndən evlənmək istədim. Məkkə əhalisi xanım Xədicə salamullahi əleyha barədə deyirdilər, baxın gör necə tənə vururlar. Deyirdilər, bu qədər əzəmət və şövkət sahibi olduğu halda Əbu Talibin yetimi ilə kasıb bir cavanla evləndi. Bu nə boyda bir rüsvayçılıqdır. Bax belə deyirdilər. Görün necə qatı, ağır adət, ənənələr var idi ki, onları sındırdı. İkinci xüsusiyyət, dəyərli əzizlər, inşallah qəşəng qulaq asırsınız, Allah sizi saxlasın. İkinci xüsusiyyət Peyğəmbər sallallahu aleyhi və səlləmin şəxsiyyətinə, birbaşa öz şəxsiyyətinə olan ehtiramı idi. Baxın, əslində bir ailə modelini çəkilən danışıqla xanımlar da eşitir, kişilər də eşitir. Kişinin, ərin şəxsiyyətinə hörmət. Qadında mühüm amil budur ki, ərin şəxsiyyətini hətta 2 nəfər olsalar belə bir yerdə sındırmamasıdır. Şəxsiyyətinə böyük ehtiram saxlamasıdır. Çoxlu mal, dövlət və ictimai mövqeyə malik olmasına baxmayaraq Peyğəmbərin hörmətini çox böyük saxlayırdı. Peyğəmbərin müdürü idi, özünü müdür kimi bir dəfə də olsun belə aparmadı Peyğəmbər qabağında. Bütün ömrü boyu öz üstünlüyünü göstərən ən kiçik davranış belə eləmədi ki, mən pulumdan belə eləmsən, indi izləyəcəksiniz də qabaqda, mən onları indi danışacağım. Bir dəfə olsun belə bir şey bildirmədi ya Peyğəmbər sallallahu aleyhi və səlləmə. Baxın, bu davranışın ən gözəl təcəssümün onların toy hadisəsində görmək olar, möhtərəm möminlər. Bax, toy və əqd mərasimi bitəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin qərarı bu idi ki, xanım Xədicə salamullahi əleyhanı götürsün, aparsın evinə, Əbu Talibin evinə. Harada yaşadı Peyğəmbər? Peyğəmbər harada qalırdı? Həzrəti Əbu Talib əleyhissalatu vəssalamın evində qalırdı da Peyğəmbər. Ruhu şad olsun Həzrəti Əbu Talibin. Lakin xanım Xədicənin isə nəyi var? Mal, mülk, xaniman, indiki dildən villa, nə bilim, qəsri var, arizən beyzur, nə boyda. Baxız, həmən o evdə özgür necə göstərir, o Bəthanın kraliçası xanım Xədicə salamullahi əleyha cəmaatın arasında qalxır ayağa, Peyğəmbər istəyir xanım Xədicəni aparsın Əbu Talibin evinə, qaldığı evə, qalxır ayağa, deyir ki, mənim ağam, bu ev sənindir, mənim evim sənindir, mən də sənin kənizinəm. İstəyirəm ki, bu evdə day qalasan, yəni bu ev sənindir, bu ev mənimdir, getdi bu ev, çıxdı mənim əlimdən, oldu sənin mülkün. Yəni, dediyim budur ki, ehtiramı şiddətli, özün heç yüksək göstərməyib və toy mərasimində də xalqın arasında elədiyi hərəkət də o nümunələrdən biridir. Üçüncü xüsusiyyəti buydu ki, daim
Peyğəmbərin həyat yoldaşının və Peyğəmbərin razılığını qazanmaq idi. Ömrü boyu evində bir ana kimi, xanım kimi, ev arvadı kimi, ev qadını kimi ərinin Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin razılığını qazanmaq üçün maksimum çalışırdı. Baxın, bütün gücünü sərf edirdi ki, ev işlərini Peyğəmbər sallallahu aleyhi və səlləmin istəyinə uyğun şəkildə idarə eləsin. Peyğəmbərin ibadətə dərin məhəbbəti olduğunu bildiyi üçün elə davranırdı ki, Həzrət rahatlıqla ibadət eləsin və münacatla məşğul olsun. Fikriniz məndədir, möhtərəmdir. Hamısı incə nöqtələrdir ha. Elə rəftar edirdi ki, Peyğəmbərin ibadətinə zərrəcə maneçilik heç nə yaranmasın. Bu kişi ibadətini rahatlıqla yerinə yetirə bilsin. Elə rəftar edirdi ki, Peyğəmbər xanım Xədicənin varlığını ibadətə maniyə saymasın. Elə rəftar edirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən günlərlə Hirada qalırdı da, bilirsiniz də. Gedirdi Hira mağarasında ki, Allah hamımıza qismət eləsin, ki, görəs o yeri. Orada kürkət namaz qılasınız. Günlərlə Hira mağarasında qalırdı Peyğəmbər. Baxız, xanım hər gün Əli əleyhissalamın vasitəsilə bəzən də özü yemək pişirirdi, göndərirdi Hira mağarasına ki, Peyğəmbər ibadətini də eləsin, yeməyini də yesin ki, haldan düşməsin, yeməyə görə, aclığa görə məcbur olub, yuxarıdan aşağı düşüb evə gəlməsin, rahat ibadətlərini eləsin. Baxız, Peyğəmbər də Həzrəti Xədicəyə xəbər göndərirdi ki, və buyururdu, ey Xədicə, mənim səndən uzaq qalmağımı özümə qarşı laqeydlik sanma ha. Allah hər gün səndən mələklərinin qabağında fəxr edir. Hər gün. İnansan, mən çox ləzzət edir bu hədis. Hər dəfə də demişəm, hər söhbət açanda da deyəcəyəm. Cəbrailə deyirdi ki, bilirsiniz, şedevr nədir, o möhtəşəmlik bilsən nədir? Meracdan, birinci meracdan qaydanda və əlavə başqa vaxtlarda Cəbrailə dedi ki, ya Cəbrail, ya əxi, ay qardaşım, mənli bir qulluğun nəsə istəyirsən, Peyğəmbər deyirdi. Peyğəmbər əzim-i şən, şədidül quva Cəbrailə deyirdi ki, məndən bir qulluq istəyirsən, nəsə bir sözün tapşırığın var mənə, deyirdi ki, məndən Xədicəyə salam çatdır. Salavat Muhammed. Allah'a salli ala Peyğəmbər sallallahu aleyhi və səlləmin daim razılığını qazanmaq uğrunda yaşayan bir xanım vəfatı yaxınlaşanda Peyğəmbərə buyurur ki, mən sənin haqqını lazımınca yerinə yetirə bilmədim, məni bağışla. Belə bir ifadə. Həqiqətən cılız görüb də həmiş özünü. Çox cılız görüb ki, hər cürə çalışım o razı qalsın, o məndən narazı olmasın. Elə də fikirləşirmiş ki, bu təvazökarlığın möhtəşəm həddidir. Elə də elə fikirləşirmiş ki, mən ona layiq ola bilmədim. Mən onun istədiyi kimi ola bilmədim. Bu möhtəşəm təvazökarlığın zirvə həddindədir. Yəni ifadəmə görə üzr istəyirəm sizdən, çox-çox üzr istəyirəm xanım Xədicədən də üzr. Yəni xala xətrin qalsın sözü də öyle bu. Yəni söz olsun deyə deyirəm. Mən məsələn kiməsə deyirəm ki, layiqincə qulluğunda dayanmadım. İçimdə də deyirəm ki, yalandan deyirəm də, təvazökarlıq edirəm. Elə yox. Həqiqətən belə düşünürdü, bu fikirdəydi. Peyğəmbər onun sözünü eşidəndən sonra buyurur ki, Xədicə, bu sözün, da ölüm ayağında da xanım Xədicə, dedi ki, bu sözün yanmış ürəyin közün qopartdı. Yanmış ürəyin ki, sən ölürsən, mənim olsa ürəyim yanır da, mən sənin ayrılığın başlayır. Bunun yanında mənə deyirsən ki, mən sənə layiqincə qulluq göstərə bilmədim, yanan ürəyin közün qopartdın. Mən səndən heç bir nöqsan görməmişəm, sən mənim üçün çox zəhmət çəkmirsən, Peyğəmbər buyurur. Ya hər arvad bir-birlərinə bu cürlə razılıq bildirib dünyalarını köçmə, bilirsiniz nə deməkdir? Dördüncü xüsusiyyəti Peyğəmbər sallallahu aleyhi və səlləmi təsdiq eləməsi idi, dəyərli əzizlər. Baxın, o təsdiq nə təsdiqdir, ay cəmaat? Sadə baxırsınız siz. Sizcə sadə idi o Peyğəmbərə iman gətirməyə. Bilirsiniz necə çətin zaman idi, necə çətin dövr idi. Mənə baxın, cahiliyyət dövründə əksəriyyət ya da hamı elə. Hamı Peyğəmbəri tərk eləmişdi. Hamı üz döndərmişdi, düzdürmü? Amma Həzrəti Xədicə ona iman gətirdi. Salamullahi aleyhimə. Ömrünün sonuna qədər gətirdiyi imana təsdiq sabit qaldı. Ömrünün axırına qədər. Bu imanın uğrunda başına bəlalar gəldi. Düzdür, dəyərli əzizlər? Baxız, 3 il Əbu Talib dərəsində ad susuz yaşadı. Allah Həzrəti Əbu Talibin ruhunu şad eləsin. Həzrəti Əbu Talib dünyasını dəyişənə qədər Peyğəmbər Məkkədə idi. Dünyasını dəyişənə qədər. Hədis oxuyuram da neçə gündür məclisə hazırlaşıram.
Hicrətin əsas səbəbi Həzrət Əbu Talibin ölümü idi. Hicrətin əsas səbəbi. Peyğəmbər Məkkədən köçməsi əmri gəldi. Çıx! Qalmaqay burada. Əsas səbəbi Həzrət Əbu Talib imiş. Əməlli başlı. Cəbrail enib Allahın sözünü deyib ki, Fatə Nasırıq. Sənin kömək üçün öldü. Çıx buradan. Çıxdaysan Məkkədə qalası diyorsan. Sənin da kimsə arxanda dayanmayacaq. Dayaq ola bilməyəcək sənə. İndi xanım Xədicə 3 il Əbu Talib dərəsində ac susuz yaşadılar. Sürgün eləmişdilər də Məkkə cəmaatı onları müsəlmanlarla bir yerdə xanım Xədicəni Peyğəmbər sürgün eləmişdi Əbu Talibin dərəsində. Ağalar, bəzi şeylər var. Ona görə elm tükənmirdi. Oxuduqca öyrənirsən. Biz deyirik ya və minən nasi mən yəşi nəfsəhu ibtiğa əməlidatillah. İnsanlardan elələri var ki, Allahın razılığından ötürü öz canlarını satırlar ayəsi var. Deyir, Həzrət Əli Aleyhisselamın haqqındadır və Peyğəmbərin yatağında yatdığına görə bu ayə nazil olub. Elə bilirsiniz, bir dənə o vaxt aydımış. Əbu Talib dərəsində hər gecə Əli Aleyhisselamı Əbu Talib yatızdırıb Peyğəmbərin yerində. İlla dəli oluram. Hər gecə yatızdırıb. Bəzən Əbu Talib, Həzrət Əli Aleyhisselam yenə də Peyğəmbərin yerini dəyişmək üçün hər gün terror ola bilərmiş, hər gün Peyğəmbəri öldürə bilərmiş. Bəzən Əli Aleyhisselama deyilmiş ki, qoy bugün özü yatsın, sən get başqa yerdə yat, başı üstü özüm dayanacam, səhərəcən oyaq. Həzrət Əbu Talib. Özüm oyaq qalacağım başının üstündə. Gör, necə insafsızlıq edib gəlib deyirlər ki, kafir olub deyirlər. Adamın yeri də yanır, göyü də yanır da. Bütün əhli xilaf hamısı deyir ki, kafir olub. Necə deyə bilirsən sən bunu? Belə bir bax qadını ac susuz yaşadılar. O boyda sərvət, xatırlayacağım birazdan. O boyda sərvət sahibləri gəldilər, ac susuz yaşayırdılar. Əbu Talib dərəsində bir dəfə nəsə əksül əməl göstərmədiyi, deyəcəyəm mən sizə bəzi şeylər deyəcəyəm. Bax, belə bir qadını başqa qadınlarla müqayisə eləmək təhqirdən başqa bir şey deyil. Gedin onların təqviminə baxın, insafən. Gedin, onun dünyaya gəlişi təqvimdə yazılır, o qadının. Onun ölən günü təqvimdə qeyd olunur. Onların İslam təqvimlərində. Martın 6-sı onun ölən gecəsidir. Təsəvvür edin. Onun doğum tarixi, onun ölümü. Bu qadın hardadır bəs? Bu xanımın etdikləri bəs hanı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, hamı məni təksib eləyəndə o mənə iman gətirdi. Hamı məni yalancı sayanda o mənə iman gətirdi. Xanım Xədicə üçün deyir. Baxız, arxasında bir dənə fikir verin. Təsdiqi, mən istəyirəm təsdiqi, Peyğəmbəri təsdiq eləmək asan məsələ deyildi. Baxın, bir dənə adam düşünün, gəlib Peyğəmbərlik iddiası eləyir və Allah tərəfindən olduğunu deyir. Arxasında maddi güc yox, qarşısında böyük güc var, əngəl var, tənhadır, təkdir. Belə bir vaxtda bir qadın çıxır, deyir, mən sənə iman gətirirəm, sənə təsdiq edirəm. Zaten mən sənin Peyğəmbər olacağı da bilirdim, indili məsələsi deyir. Kitablarda qeyd olunub, Şeyx Müfid deyir ki, Tövratı, İncili, Zəburu əzbər bilirdi. Həzrəti Xədicə salamlar. Elə belə deyir. İslamın başlanğıcı 3 nəfərlik iman cəmiyyətindən ibarət idi. Peyğəmbər özü, xanım Xədicə salamlar əleyhə, bir də Mövlamız, ağamız Əmirül-Möminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam. 3 nəfər. 3 nəfər İslam cəmiyyəti var idi. Ki, onlardan biri qadın idi və xanım Xədicə salamlar əleyhə idi. Bu qadın sonuncu dinin, sonuncu Peyğəmbərinin, risalətinin ilk dayağı olub. Birinci dayaq. Bax, bu müqayisələrə bir dənə diqqət edin. Yorulmuruq ki. Bax, Hucurat 13. Bir dənə salavat deyək. Allahümmə səllə əla. Bir bax sən Allah. Bir bax. Hucurat 13. Allah yanında ən hörmətliniz, ən təqvalı olanınızdır. Həzrəti Xədicə sərvəti yox, təqvanı seçdi, Peyğəmbərlə evləndi. O boyda mal, mülk, sərvət. Zümər 9. Bilənlərlə bilməyənlər eyni ola bilərmi? Xanım Xədicə ən kamil insanı, Peyğəmbərin məqamını tanıdı və bildi. Bilənlərlə bilməyənlər eyni ola bilər. Furqan 63. Rəhmanın bəndələri yer üzündə təvazö ilə gəzərlər. İnnə ibadər rəhmanı yəmşun ələl ərzi mərəha. Xanım Xədicə də salamla əleyhə, təvazö. Baxmayaraq ki,
Hicazın ən sərvətli insanı idi, təvazö. Peyğəmbərə buyururdu, evim evindir, mən də sənin kənizinəm. Maidə 2. Yaxşılıq və təqva yolunda bir-birinizə kömək eləyin. Kim xanım Xədicə qədər malı ilə, dövləti ilə kömək eləyir Peyğəmbərə? Hər gün Hira mağarasına yemək göndərir. Ondan sonra Peyğəmbərə bol-bol ibadət eləməsinə kömək eləyir. Ərzən bezir. Saf 14. Ey insan, ey iman gətirənlər, Allahın köməkçiləri olun. Bu ayənin ən yaxşı nümunələrindən biri Həzrəti Xədicə salamullahi əleyha idi. Ali İmran 173. İnsanlar onlara, baxız bir dənə bu ayəyə, İnsanlar onlara, cəmaat sizə qarşı toplaşıb, cəmaat sizin əleyhinizə çıxıb, onlardan qorxun dedikdə, bu onların imanını daha da artırdı. Ay Allah, bu kimə aiddir bu ayələr? Ay cam, ay adam, gəl təsəvvür, ay adam, hamı sənə qarşıdır, bırax bu Peyğəmbəri. Bu onun imanını biraz da artırdı. Budur, tənha qalanda, tənha qalmışdı, tək idi Peyğəmbər. Sabit iman göstərdi ona. Dedi ki, mən sabit imanı yiyəsiyəm sənin qabağında. Hamı məni təksib eləyəndə o mənə iman gətirdi, dedi Peyğəmbərdə. Diqqət buyurursan bunlara. Bəqərə 153. Həqiqətən Allah səbr edənlərləndir. Xanım Xədicəni qadınlar, qövm, xalq hamısı tərk elədi. Amma o səbr elədi, nəticə nə baş verdi? Xanım Zəhra salamlı elə, dünyaya gələndə Allah Məryəmi göndərdi, Saranı göndərdi, Asiyanı göndərdi. Düzdür? Səbr elədi də, səbr elədi. Allah Teala Həzrəti Məryəm barədə buyurur, o Rəbbinin sözlərini və kitablarını təsdiq elədi. Təhrim 12. Xanım Xədicə nəinki risaləti təsdiq elədi, bəlkə onun əsas dayağı oldu. Tək və kimsəsiz qalan Peyğəmbərə nə oldu? Dayaq oldu. Nə yatırsınız amma? Bəh, bəh, bəh. Masazırlılar yatır. Salavat dinlən Peyğəmbərə. Allah! İki qardaş birdən yatır. Muhammed və ali Muhammed. 5-ci xüsusiyyət. Malını Peyğəmbərin yolunda infaq etməsi. Diqqət buyurursunuz. Malını Peyğəmbər, o boyda yol gəlirlər, yatarlar da yetimlər. Axşam ecəndə ac qalıblar. Yiyiblər indi biraz da. Orijdan tutublar, yuxu gəlir. Çayacan dözün, inşallah ayılacaqsınız. 5-ci xüsusiyyəti. Peyğəmbərin yolunda infaq eləməsi. Peyğəmbərin yolunda malını infaq eləməsi. Bunu nə qədər danışarlar? Bunu necə deyim? Bax, qeyd olunub. Mənbələrdə görünür. Onu 80.000 ay cəmaat. 80 yox. 80.000 ticarətdə dəvəsi olub, üstü yüklü. 80.000. Ha? Mülkünün 80.000 dəvə daşıyırdı, yəni onun mülkünü. Təsəvvür edirsiniz. Mülkünün damının üstündə bir dənə yaşıldan ipək, yaşıl ipəkdən. Yaşıl parça yox, yaşıl ipəkdən. Böyük bir dənə çadır qurmuşdu. Səhərdən axşamacan yoxsullar girirlər, çıxırdılar və orada taamlar hazırlanırdı. Bütün Bətha vadisinə, yəni Məkkəyə oradan taamlar aparılırdı, yeməklər aparılırdı. Pula bax, imkana bax. 80 qızıl yekə teşt qalaylama evində qızıl var idi. 40 kəniz, 40 qul onun iqtisadi və şəxsi işlərini idarə edirdi. 40 qul, 40 kəniz, 80 nəfər. Qeyd olunub ki, əmsi oğlu Vərəqət ibn Nofələ dedi ki, get Bəthanın mərkəzində, Məkkədə, yığ ərəbləri, mən bir tapşırığım var, get elan elə. Vərəqət ibn Nofəl Kəbənin yanında dayanır, Zəmzəmlə Məqam İbrahimin arasında dayanır, uca səslə başlayır deməyə. Deyir, ey ərəblər, yav məaşirəl ərəb. Şahid olun ki, Xədicə özünü, bütün malını, qullarını, kənizlərini, mülklərini, heyvanlarını, mehriyyəsini və hədiyyələrini Muhammədə bağışladı. Allah aleyhi və və Xədicə bunu Muhammədə olan sevgi və məhəbbətinə görə elədi. Bir dənə də salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Xan Xədicə salamullahi əleyhanın Peyğəmbərə bağışladığı mal, dövlət, sərvət İslamı və müsəlmanları məhv olmaqdan qoruyan ən əsas amillərdən biridir. Deyərdim, ikisindən biridir. Biri də Həzrət Əli Əsəlatu və Səlamdır. Müsəlmanları və İslamı məhv olmaqdan qoruyan əsas rolu oynadı onun malı. Baxız, İslamı qəbul edənlərin evlərinə hücumlar elədilər. Evləri taladılar.
Nə qədər müsəlman vardı, evləri talandı. Heç nəsiz qaldılar. Onların hamısını Xan Xəccə salamları ilə pulu ilə Peyğəmbər təmin elədi. Təzədən onlara gün güzaran verdi. Diqqət olun. Müflis olmuş ailələri həmin sərvətlə Peyğəmbər dolandırdı təzədən. Peyğəmbər müsəlmanlara yüklü miqdarda pul verib onları Məkkədən Həbəşistana göndərdi. Gəmilər tutdular Peyğəmbər. Gəmilərin hamısının pullarını, hamısı Xan Xəccə salamları ilə pulu ilə verdilər. İslamı qəbul eləmiş qulları öldürürdülər. Öldürürdülər, öldürmək istədilər. Peyğəmbər Xan Xəccənin pulu ilə yüklü miqdarda pullar verdi, qulları azad elədi. Yoxsa öldürürdülər, hamısını öldürürdülər. Yüklü miqdarda pullar verdi. Bunlar da fikirləşirdilər ki, nə yaxşı, üz istəm ifadəmi görə, sağ, alaq bunlardan. Yüklü miqdarda pullar verirdi Peyğəmbər, onları alırdılar. Ona görə buyurmuşdu ki, Peyğəmbər heç bir mal Xədicənin malı qədər mənə fayda verməyib. Bu çətinliklərin ən ağırı müsəlmanların Əbu Talib dərəsində mühasirəsi oldu. Tamam sərvət getdi də 3 il təsəvvür edin. O boyda sərvətdən sonra nə qaldı bilirsiniz? Xan Xəccə özü buyurur sallallahu əleyhi. 2 dəridən başqa heç nəyimiz qalmadı. Biri altımızda sərməyə, digəri üstümüzü örtməyə. 2 dənə dəridən başqa heç nəyim qalmadı. O boyda sərvətdən. Bir dəfə uf dedi. Bir dəfə nəsə elədi. Belə ürəklərdən sayın mənə neçə dənə var tarix boyunda. Belə imandan neçə dənə var tarix boyunda. Bir dəfə vay dedi. Bir dəfə ey kaş elədi. Hamısını hamısı bu cürlə sərvət. Mən öz fəqihlərimizin onun haqqında çıxışlarına qulaq asmışam. Deyir desələr ki, xanım Xədicə milyoner olub, deyir, düyün səhvdir, milyarder olub deyir. Bunların hamısı yoxa çıxdı İslamın yolunda, Peyğəmbərin yolunda, hamısını xərclədi. İndi oxuyacağım ayələrin ən böyük nümunələrindən biri Həzrət Xədicə deyir, ay cəmaat. Ali İmran 92. Sevdiyiniz şeylərdən infaq etməyincə xeyrə çatmayacaqsınız. Sevdiyindən keçməyənə qədər xeyrə çatmayacaqsın. Hə? Sonra Həşr 8-9 o kəslər ki, Allaha və onun rəsuluna kömək edənlər məhz sadiqlər onlardılar. Allaha və rəsuluna kömək edənlər. Sonra o kəslər ki, özləri ehtiyac içində olsalar belə başqalarını özlərindən üstün tutdular. Nə qədər yetim böyüdüb Xan Xəccə salamları bir biləsiz. Ummul Yətama ləqəbi verib Bətha cəmaatı ona. Yetimlər anası adı verib ona. Nə qədər yetim böyüdüb bir yerə çatdırıb, yetimi böyüdüb, himayə edib, müəyyən bir yaşa çatandan sonra ona iş verib, evləndirib. Xan Xəccə salamları malını Peyğəmbərə verməklə risalətin gələcəyinə sərmayə qoyurdu. Bu, onun elmi var idi ya ki, bu Peyğəmbərdir ya, risalətin gələcəkdə inkişafına sərmayə qoyurdu əslində. Mühasirədə xərclənən hər dirhəm bir ayənin nazil olması üçün zəmin idi ay cəmaat. Bəy. Mən bu cümləni özüm biraz başa düşürəm ki, onun xərclədiyi sərvət əslində məqsədi mənzuru budur ki, ayələr nazil olsun, din kamil olsun. Sərmayə idi onların hamısı ona. Həqiqətən İslamın ilk xəzinədarı xanım Xədicə salamullahi aleyha idi. Bizim belə bir anamız var, iftixar edirik. Ümmül Müminin adı ona bilirsən necə möhtəşəm bir medaldır onun sinəsində. 6. Onun səbri. Yorulmayın, nə olar? Onun səbri. 45-lər danışıram, deyiləm, yorulmayın. 6. Səbri, Xan Xəccə salamları səbri. Ərəb yazıçıları yazırlar ki, Əbu Talib dərəsindəki mühasirə çox acınacaqlı idi. Bir dənə bu, yaxşı bir dənə nöqtəyə toxunublar. Baxın, yazır ki, Həzrəti Xədicənin həyat tərzi baxımından belə bir çətinliyə alışmış adam deyildi. Yağbar içində yaşayıb, rahatlıq içində olub. O dərədə çəkdiyi əzəb-əziyyətlər onun həyat tərzi deyirdi, o belə şey öyrəşməmişdi. O varlı və rahat həyat tərzi sürmüşdü. Oradakı əzablar ölüm həddində idi. Lakin bütün bunlara baxmayaraq, bu əzablara ölüm həddinə qədər dözdü. Əbu Cəhil, Xədicənin qardaşı oğlu, Həkim İbn Hizamın öz malından onun üçün ərzaq aparmasına belə mane olurdu. Öz malından. Bütün bu dözümsüz əzablara qatlaşıb, səbr eləmək risalət əczinə şərik olmaq üçün idi. Bu cümlə məndən idi, bunu artırmışım.
Risalət əcrinə şərik olsun. Peyğəmbər necə dözür, mən də dözüm. Amma onun həyat tərzi deyil daxı. Peyğəmbər çətinliklər görüb böyümüşdü də, yetim idi. Amma o elə deyil daxı, o rahatlıqla böyümüşdü. O ölmüşdü, bir qardaşı qalmışdı, bir də özü atasının bütün mirası, üzrəm, qardaşı rəhmətə getmişdi. Atasının bütün mirası onu ilə qardaşı oğluna qalmışdı. 7-ci xüsusiyyət Peyğəmbərin munisi, qəmxarı, qəmdağdanı idi Peyğəmbərin. İstərəm bir elə qəm ki, mənə qəmxar olasan, könül istər ki, mənə zar-ı dilazar olasan, aləmin qiyməti qalmaz mənə bir zərrə qədər, gəl bu aləmdə mənə yar olasan, yar olasan. Bu aləmin qəmi qalmaz sən mənə yar olsan. Baxız, bütün bu çətinlik və təzyiqlərə baxmadan bir dəfə qaşını çatmadı. Bir dəfə. Bütün ömrü boyu mehriban və şəfqətli bir xanım kimi Peyğəmbərin ətrafında dolanırdı. Ona ürək-dirək verirdi. Güləriz siması ilə Peyğəmbərin qəm-kədərini özündən silirdi. Əllamə Məclisi yazır, ay cəmaat, nə olar, yatmayın da, mən ölüm. Peşən qulaq asın, Əllamə Məclisi yazır, Bə'sətin ilk illərində idi ki, Allah Rəsulu qəmgin halda evə daxil oldu. Xədicə salamullahi aleyha dedi, üzündə kədər görürəm, nə baş verib? Həzrət buyurdu, Əli məndən ayrılıb. Bəzi anlar var idi, məqamlar var idi. Peyğəmbər özü dağıdırdı da ətrafındakiləri ki, gedin, bir neçə gün orada burada qalın. Deyirdi, Əli məndən ayrılıb, harda olduğu bilinmir. Peyğəmbər dərdlədi. Müşriklərin ona zərər verməsindən qorxuram. Xədicə salamullahi aleyha durdu, gör nə dedi? Dedi, dəvəmə minib gedəcəyəm. Ya onu tapacağam, ya da ölüm məni ondan ayıracaq. Ya onu tapacağam, ya da ölüm məni ondan ayıracaq. O dəvəyə minib axtarışa çıxdı. Nəhayət bir nəfəri gördü, ona salam verdi. Və cavab səsindən onun Əli olduğunu anladı. Sonra evə qayıdıb onun salamat olduğunu Peyğəmbərə xəbər verdi. Peyğəmbər o qədər sevindi ki, 11 dəfə şükrən lillah dedi. Yox, şükrən lil mucib dedi. Bir halləm var, cidd 39 səhifə 1. Həmişə nigaran olub da Peyğəmbər əleyhissalamdan. Can ya Rəsulullah, öləndən sonra bildin nələr oldu. Xanım Xədicə salamullahi aleyha Peyğəmbərin ilk zövcəsi olub və xanım sağ olduğu müddətdə İslam Peyğəmbəri heç kimlə evlənməyib, onun üstünə qadın yoxdur. Bunun mənası budur, vəssalam. Onun üstünə qadın yoxdur gətirməyə. Onun İslamı qəbul etməkdə öncüllüyü və Peyğəmbərə göstərdiyi xidmətlər o qədər böyüdü ki, sayılıb qurtarılmazı mümkündür. Onun fəziləti üçün elə bax, bu kifayətdir ki, o Fatimə-i Zəhra, Siddiqə-i Tahirə Fatimə-i Zəhra salamullahi aleyhanın anasıdır. Və Peyğəmbərin bütün nəsil və övladları, bax, o Həzrəti Xədicənin vasitəsilə Həzrəti Fatimə-i Zəhra salamullahi aleyhadan davam edir. Demək, əziz İslam Peyğəmbərini təsdiq edən ilk qadındır. Məkkədə Allah Rəsulü ilə bir yerdə namaz qılan ilk qadındır, Kəbə yanında. Cəmaət namazı dözdə. Müşriklərin arasında imanını açıq şəkildə bəyan edən ilk qadındır. Düşmən qarşısında Peyğəmbəri müdafiə edən və var dövlətini onun qulluğuna qoyan da ilk qadındır. Həmçinin Əli İslamın vilayətini qəbul eləməkdə imanı kamil olan ilk qadındır. Allah zikirdə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Oxuyacağım. Ab oxumamışdan qabaq bir dənə deyim. Qulağınıza çatsın. Peyğəmbərə iman gətirməsi ilə Əli Rəsulama iman gətirməsi bir vaxtdan başlayıb. Sən Allah mənə qulaq as. Necə izah edeyim? Ürəyim partiyasından izah edə bilmirəm. 8 yaşında bir uşağın imanına iman gətirib. Vilayətinə iman gətirib. Peyğəmbərə iman gətirdi. Sonra deyir ki, məndən sonra iman budur ya, ona iman gətirməz. 8 yaşı var. Əli Rəsulun 8 yaşı var. İman gətir deyib, amənna, aməntu. İman gətirəm onun vilayətinə. Peyğəmbər buyurur ki, ondan sonra imamlar gələcək. Bir hamısının adını deyir, aməntu, aməntu, aməntu ta axıra qədər. Hamısına iman gətirir. Mərifət istəyir, bu ya yox. 8 yaşında uşağın vilayətinə iman gətirir. Başqası olsa deməz ki, ya beynindən, ən yüngülünü götürün, beynindən, ürəyindən keçməz ki, ya 8 yaşında uşağın mənə Allah tərəfindən təyin olunmasına mənə deyir ki, iman gətir. Yox, mərifət kamildir. Ən zirvə həddədir. Peyğəmbərdir, bu məndən sonra imamdır, iman gətirir, iman gətirir.
Oxuyuram. Mərhum Əlləmi Məclisi, cild 18, səhifə 232, cild 65, səhifə 392-də yazır. Əlləmə də sənət silsiləsini Seyyid ibn Tavusa, o da sənət silsiləsini aparır. İmam Cəfəri Sadiq əleyhissalama ki, çox uzun hədisdir. Mənə lazım olan, bizə lazım olan hissəni qulluğuza çatdırıram. Ki, İmam Sadiq ağa əleyhissalam buyurur. Bir gün Peyğəmbər xanım Xəzər salamlı əleyhanı çağırır, öz yanında oturdur və buyurur. Cəbrail buradadır. Deyir ki, İslamın bəzi şərtləri var. Mütəal Allahın təkliyini iqrar etmək, Peyğəmbərlərin risalətini iqrar etmək, məadı iqrar etmək, bu şəriətin əsaslarını və hökmlərini qəbul etmək, ulul əmrə və onun övladlarından olan pak imamlara bir-bir itaat etmək. Xəccə salamlı əleyha bunların hamısına iman edir. Xüsusilə Əmirül Möminin Əli ibn Əbi Talib əleyhissalatu vesselam iman gətirib onları təsdiqləyir. Peyğəmbər buyurur, əleyhissalamı göstərir, huvə mövlak. Xədicə, o sənin mövlandır. Və mövləl müminin, möminlərin mövlasıdır və imamuhum bə'di, məndən sonra olan hamısının imamıdır. Daha sonra Xəccə salamlı əleyhadan Əmirül Möminin vilayətini qəbul etməsi barədə möhkəm əhd alır. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dinin üsul və fürusunu bir-bir ona bəyan edir. Hətta dəstəmazın, namazın, orucun, həccin, İslamın əvvəlidə lap birinci gündür. Cihadın, silə-i rəhmin ədəblərini, vacibləri və haramları ona açıqlayır. Sonra Peyğəmbər öz əlini, bax mənə, öz əlini qoyur Əli İslamın əlinin üstünə. Xəccə salamullahi əleyhanın da əlini qoyur öz əlinin üstünə. Əmirül Mömin Əli ibn Əbi Talib əleyhissalatu vesselam vilayətinə iman gətirir. Beyət edir Əli İslam'a. Ona görə dedim, imanı kamil olmuş ilk qadın xanım Xəccədir. Əli əleyhissalamın da vilayətin qəbul etmədən imanın kamil olması mümkün deyil. Birinci imanı kamil olmuş qadın xanım Xədicə Kubra salamullahi əleyhadır. Dəyərli əzizlər. Vəfat vaxtı yaxınlaşanda Peyğəmbərə buyurur. Ya Rəsulallah, Fatimə barədə sənə vəsiyyət eləmək istəyirəm. Xanım Xədicə salamlar, xanım Xədicə. Bəli, Əlləmi Məclisinin hamısı qeyd edilir. Ondan sonra ərz xidmət olsun Şeyx Abbas Qumi də gətirib digər kitablarda. Peyğəmbər buyurdu ki, buyur Xədicə, nə vəsiyyətin var elə? Dedi, bu qız məndən sonra yetim və qərib olacaq. 5 yaşı vardı, bilirsiniz, xanım Zəhra salamullahi əleyhanın xanım Xədicə dünyasını dəyişəndə. Peyğəmbər, nə bilim, Peyğəmbər bu bildiklərimizlə belə qəranti gələn Peyğəmbər də elə bir ki, yetim qalır da xanım Xədicə salamullahi əleyhadan. Bilirsiniz, yetim qalır. Məsələ çox ciddi deyə, əzizlərim, çox ciddidir. Təsəvvür edin, Məkkə fəth olunanda, hamı yalvardı Peyğəmbərə, gəl mənim evimdə qal. Məkkə qayıtdı da, mühacir nə idi? Hicrətin 10-cu ili, 10-dur, 11, 10-cu il. Qayıtdılar da, Məkkə fəth olundu, qayıtdılar. Gör, nə qədər Məkkəlinin ev var idi, xanimanı var idi, malı var idi, mülkü var idi, alandan yaxşı sahabələr də var idi. Onlar yalvarırdılar ki, ya Rəsulullah, gəl mənim evimdə qal, budur mənim evimdə. Heç birinin evində qalmadı. Getdi xanım Xədicə salamullahi əleyha qəbrin yanında, çadır qurdu, girdi, 3 gün ağladı. 3 gün ağladı orada, inanırsınız. Nə qədər xanım Xədicə salamullahi əleyha. Hədislərdə nə qədərdir, həmişə adı gələndə ağlayıb. Bir dənə hədis var, onu da oxumuşam. Bu yaxınlarda elə hazırlaşmaq üçün oxumuşam. Bir dənə hədis var. Evə girəndə çarıqların, ayaqqabılarını hər dəfə çıxardanda ağlayırdı Peyğəmbər. Bilirsiniz niyə? Çünki deyir, imkan vermirdi xanım Xədicə o içəri girəndə çarıqlarını Peyğəmbər özü çıxarsın ayağından. Qaçırdı tez ayağından ayaqqabılarını çıxardırdı. Hər evə girəndə deyirdi, başlayırdı ağlayırdı və xanım Xədicə salamullahi əleyha üçün dua edirdi.